Gəl belə bir açılım edək. Hazırda münasibətinizlə əlaqədar soyuq bir enerji var, inciklik var arada. Hər ikiniz də addım atmırsınız. Pauzadır. Tam ayrılıq da deyil, pauzadır. Gəl baxaq fikrindəki insan münasibətinizlə əlaqədar nə qərar verib və hansı addım atacaq. Birinci baxaq. Fikrindəki insan hazırda özü hansı enerjidədir. Situasiya ilə əlaqədar çox üzgündür. Özünü işinə yönləndirməyə çalışır, ya işinə, ya ailəsinə, amma bir şəkildə yönələ bilmir, fokuslana bilmir. Gəl baxaq. Hazırda münasibətinizlə əlaqədar nə qərar veribdir? Fikrindəki insan münasibətinizlə əlaqədar nə qərar veribdir? Mən sənə deyim ki, özü heç bir qərar verməyibdir. Düşünür ki, səndən addım gələr, gəlməyəcəksə də artıq bitdi, getdi. Bu münasibətin gedişatı olmayacaq. Yəni, çox inciyibdir, belə deyim də. Qəlb qırıqlığı var ortada və yaxud da ki, sənin çox incidiyini və bir daha geri dönüş olmayacağını düşünür. Qərar olaraq bu münasibətin, yəni, düzəlməyəcəyini fikirləşir. Baxın, özü niyə addım atmır sənə? Fikrindəki insan sənə niyə addım atmır, əgər atmırsa? Fikrindəki insan sənə, baxaq belə deyim, addım atmaq istəyirmi birinci baxaq. Fikrindəki insan sənə addım atmaq istəyirmi? Ola bilsin ki, hansısa bir imalar mı eləyibdir, hansısa bir addım mı və yaxud da ki, tutaq ki, dil ucu nəsə bir şey deyibdir, amma tam əsas münasibəti bərpa eləmək üçün addım atmır. Görmürəm tam bir addım. Niyə addım atmır? Və addım atmaq istəmir də, belə deyim. Bundan sonra addım atmaq istəmir. Niyə addım atmır? Əgər addım atmırsa, addım atmayanlar varsa, gəl görək, niyə sənə doğru addım atmır? Fikrindəki insan sənə niyə addım atmır? Özü üçün oturub, gözləyir ki, sən özün addım atarsan, o özü biraz özünü naza çəkər, qəmzəyə çəkər. Yəni, özü səndən addım gözləyir. Ola bilsin, ondan üçüncü şəxslər də danışıbdır. Bəlkə də ətrafında olan kimsə də deyibdir ki, yəni bu münasibət bitə bilər, addım at, barışmaq istəyirsənsə addım at. Heç bir şəkildə addım atmır, heç kəsi dinləmir. Səndən addım gözləyirmi? Gəl buna baxaq, bəs fikrindəki insan səndən addım gözləyirmi? Əlbəttə ki, səndən addım gözləyir. Gözləyir ki, sən onun haqlı olduğunu bildirəsən, səhvin səndə olduğunu bildirəsən, sən addım atasan və bu biraz yüksəlsin sənin gözündə. Yəni, belə deyim, mən haqlıydım, yəni özünü haqlı bilir. Gəl baxaq, sən addım atmasan, özü sənə addım atacaqmı? Fikrindəki insan barışıq üçün sənə addım atacaqmı? Ona o qədər çətindir, yəni, amma görsə ki, sən addım atmırsan, 2 vaxt içində, 2 gün, 2 həftə, 2 ay və ya ikili tarixlərdə, 2-si, 12-si, 22-si, bu vaxtlarda fikrindəki insan sənə addım atacaq, yəni. Çox gözləyəcək, görəcək, yox, səndən addım gəlmir və özü addım atacaq. Barışıq olacaqmı? Fikrindəki insanla barışıq olacaqmı aranızda? Barışıq olacaqmı? Amma tam olaraq barışıq olacağını görmürəm. Çünki burada məsələ ola bilsin xəyanət məsələsidir və ya güvənsizlik məsələdir. Hər nədirsə, burada tam olaraq birləşmək, barışmaq görmürəm. O addım atsa belə, hansısa bir danışıq olsa belə, nəticəsi tam olaraq barışıq ola bilməz. Ümumiyyətlə, gəl baxaq, onunla barışmaq sənin üçün xeyirlidirmi? Fikrindəki insanla barışmaq sənin üçün xeyirlidirmi? Bəlkə heç xeyirli deyil. Fikrindəki insan xarakter olaraq çox, belə deyim də, idarəçi, egoist insandır. Əslində o insanı, belə deyim, biraz yumuşalda bilsən, biraz sən də onun, belə deyim də, sən də onun qaydalarına uya bilsən, əgər qaydaları normal şəkildədirsə, əslində elə bir zərəri yoxdur. Sadəcə olaraq, bəs niyə düzələ bilmir münasibətiniz? Bəs niyə bir araya gələ bilmirsiniz? Niyə bir şəkildə birləşə bilmirsiniz? Səbəb nədir?
Səbəb odur ki, mən burada bilirsən nə səbəb görürəm. Birincisi, sənin ona elə də böyük bir sevgin olmadığını və yaxud da ki, sənin ondan tam əmin olmadığını görürəm. Yəni, ola bilsin tam əmin deyilsən və yaxud da ki, bu insanla bu münasibətin gələcəyinin olmayacağını görürsən. Ola bilsin bu insan evlidir və s. və sən deyirsən ki, okey, bu münasibətimizdə tamam, mən onunla davam etsəm, nə qədər də stabillik olsa belə bu insanla gələcək yoxdur. Gələcəyi olmayan bir yola da çıxmaq istəmirsən. Məsələ budur. Aldım, qəbul etdim, yaz, ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.